Mental aritmetika proqramının 7-ci dərsində hər birinizi xoş gördük. Bugünkü dərs biz bu qaydanı tətbiq eləməklə barmaqlarla 2 üstəgəl 3, 3 üstəgəl 3 və 4 üstəgəl 3 misallarını hesablamağı öyrənəcəyik. 2-nin üzərinə 3 gələndə biz 2 üstəgəl 3 gördüyümüz kimi 2 gedir və 5 gəlir. Cavab eləyir 5. 3 üzərinə 3 gələndə, 3-ün üzərinə 3 gələndə yenə də əlavə edilməli 3 yoxdur, 5-ə müraciət edirik və 3-ün qardaşı 2 gedir, 5 gəlir, cavab eləyir 6. 4 üzərinə 3 gələndə, 4-ün üzərinə 3 gəlirik, yenə 5-ə müraciət edirik və bilirik ki, 3-ün qardaşı 2-dir. Yəni, istənilən rəqəmin üzərinə 3 gələndə, əgər əlavə edəcəyimiz barmaq yoxdursa burada, 5-ə müraciət ediriksə, mütləq 3-ün kiçik qardaşı 2 gedir, 5 gəlir. Cavab eləyir 7. üzərinə 31 gəlirik. 20-nin üzərinə 30 gələndə yenə də 2 gedir, 50 gəlir. 20 gedir daha doğrusu 50 gəlir. 2-nin üzərinə də biri adi qaydada əlavə edirik. Cavab eləyir 53. Otuz üstəgəl 33. 30 üzərinə 33 gələndə. 30-un üzərinə 32 gəlirik. 30-un üzərinə 30 gələndə öyrəndiyimiz qaydanı tətbiq eləyirik. Yəni 3-ün qardaşı 2 necə gedirdisə, burada 30-a qardaş 20-ni götürürük. 20 gedir, 50 gəlir. 0-ın da üzərinə 3 əlavə eləyirik. Cavab eləyir 63. 41 üzərinə gəlirik 35. 40-ın üzərinə 30 gələndə 20 gedir, 50 gəlir. 1-in üzərinə 5 əlavə edirik. Cavab eləyir 76. 22 üzərinə 13 gəlirik. 20-nin üzərinə ilk 10 gəlirik. 30. 2-nin üzərinə 3 gələndə 2 gedir, 5 gəlir. Cavab eləyir 35. 32 üzərinə gəlirik 63. 30-un üzərinə 60 gəlirik, 90. 2-nin üzərinə 3 gəlirik, 2 gedir, 5 gəlir. Cavab eləyir 95. 27 üzərinə 32 gəlirik. 20-nin üzərinə 30 gələndə 20 gedir, 50 gəlir. 7-nin üzərinə də 2 əlavə edirik. Cavab eləyir 59. 12 üzərinə 23 gəlirik. 10-un üzərinə 20 gəlirik adi qaydada. 2-nin üzərinə 3 gələndə 2 gedir, 5 gəlir. Cavab eləyir 35. 43 üzərinə 53 gəlirik. 4-ün üzərinə 40-ın üzərinə 50 gəlirik. 90. 3-ün üzərinə 3 gələndə öyrəndiyimiz qaydaya əsasən 2 gedir, 5 gəlir və cavab eləyir 96. 45 üzərinə 31 gəlirik. 40-ın üzərinə 30 gələndə 20 gedir, 50 gəlir. 5-in üzərinə 1 əlavə eləyəndə 6 eləyir, cavab eləyir 76. 31 üzərinə gəlirik 32. 30-un üzərinə 30 gələndə 20 gedir, 50 gəlir. 1-in üzərinə 2 əlavə eləyəndə 3 eləyir və cavab eləyir 63. Bugünkü dərsimiz bu qədər. Videomu bəyənməyi unutmayın. Kanala da abunə olun ki, yeni videolardan xəbərdar olasınız.